Haqq TV1-in operator müxbiri Xəlil Xaqan. Gördüyünüz kimi bu günlərdə biz Haqq TV1 operator müxbiri olaraq şikayətin əsasında gəlmişik Xırmandalı kəndinə. Gördüyünüz kimi şikayətçimiz bizə yolla bağlı müraciət edib. Hal-hazırda biz redaksiya olaraq gəlmişik. Gördüyünüz kimi bu kənddə şəhid və qazi ailələri də var. Hal-hazırda gördüyünüz kimi ezam olunmuşuq. İnşallah gedirik vətəndaşın evinə. Gördüyünüz kimi şikayət əsasında gəlmişik. Gördüyünüz kimi 4 namaz gələndən sonra yollarımız bərbad günündədir, pis gündədir. Uşaqlarımız təhsildən yayılıb, təhsilə getmir. Hansı uşağa dərsdən sual versən cavab verə bilməyəcək. Sizdən xahiş edirəm artıq dərəcədə yollarımıza baxsınlar. Yəni kasıbıq da qabağa gedə bilmirik. Bizim bir də yol problemimiz var. Dövlətimdən artıq dərəcədə bizim yollara bir baxış keçirsinlər. Yollarımıza heç olmasa ən azı daş tökülsün ki, uşaqlarımız məktəbə getsin. Maşın gəlsin, su maşını gəlsin, haytımıza maşın gəlsin, biz də sevinək. Haqqın səsi fotomüxbir Xəlil Xaqani. Gördüyünüz kimi vətəndaşın şikayəti əsasında Xırmandalı kəndinə gəlmişik. Əziz dəyərli dostlar, gördüyünüz kimi yol problemləri olduğu üçün hal-hazırda ezam olunmuşuq bura.